Bugünkü videomuzda mineral ehtiyatlardan istifadə ilə bağlı videonu sizə təqdim edirəm. İlk olaraq mineral resurslara baxaq görək nələrdir. Məsələn, yanacaq energetikadır. Burada metallurgiyadır. Sonra tikinti, inşaat, kimya və aqrokimyadır. Məsələn, yanacaq energetika, neft, qaz, kömür, torf, yanar şist, radioaktiv maddələr. Metallurgiya, qara əlvan metallar, dəmir, manqan, xrom, ondan sonra boksit, mis, bax bu ehtiyatlar. İnşaat, qum, gil, çınqıl, əhəng daşı, asbest, bunlar daxildir. Kimya, fosforit, apatit, kalium, xörək duzu, bax bu ümumiyyətlə ehtiyatlar nədir? Bura daxildir. İndi bu ehtiyatların istifadə təmin olunma səviyyəsinə görə iki cür var. Bir illərə görə, bir də ki, ümumiyyətlə adam başına düşən ehtiyatın sayı miqdarına görə. Bu düsturu necədir? Bunun düsturu təmin olunma illərə görə bərabərdir. Ehtiyatı bölürsən illik hasilata. Yəni məsələn, nə qədər ehtiyatım var? Tutaq ki, 114 milyard. Mən bunu elə belə yazıram. 114 milyard bölünsün. Nə qədər illik hasilat edirəm? 3650 milyon belə deyə hasil edirəm. Bölürəm, bunu cavabı tapıram. Və cavab deyilir, təqribən səhv eləmirəmsə, olacaq burada 38 il. Belə bir cavab edəcək. Lap bunu hesablayaq burada. Daha konkret cavab alaq. Burada deməli 114 milyard bölünsün 3650 milyon. 3650 milyon. Daha doğrusu 31 il. Bu ehtiyat 31 il. Belə deyək, nə olacaq? Bu ehtiyatın istifadə müddəti var. Yəni 31 ilə qədər bu ehtiyat satacaq. Yəni ehtiyat satacağı il 31 il ərzində olacaq. Sonra bu digərlərdə ilə olsun ABŞ 237 milyarda bölürsən 916 milyar, həmin qayda ilə bu gedir. Sonra təminat səviyyəsində adam başına düşən ehtiyat. Bu da əslində, yəni burada necə olur? Burada da təmin olunma bərabərdir ümumi ehtiyat bölünsün əhalinin sayına. Yəni məsələn tutaq ki, burada tutaq ki, belə deyək, Əlcəzair deyir 1,5 milyard ton neft ehtiyatım var və o Əlcəzairin əhalisi sayısı 39 milyondur. Bunu nə edirik? Bölürük təbii ki 1,5 milyon deməli tonu milyard tondur, səhv eləmirəmsə. Bir dəqiqə baxım dəqiq. Burada milyard ton, bəli, milyard ton. 1,5 milyard ton neft ehtiyatıdır. Əhalisinin sayı nə qədərdir? 39 milyon. Fikir verin, bax böldük. 38, bəli. Burada oldu nə qədər? 38 il. Yəni adam başına düşən belə deyə ehtiyat 38 ton hesab olunur. Yəni hər adam başına düşən miqdar. Bu da bu formada hesablanır. Yenə təkrar edirəm, illər sayına görə hesablayanda ehtiyatı hasilata bölürsən, yəni illik hasilata bir ildə nə qədər çıxardırsan ehtiyatı, ona bölürsən, tapırsan neçə ilə çatacaq bu ehtiyat. Bir də adam başına düşən ehtiyatın sayını tapmaq üçün isə ehtiyatı əhalinin sayına bölüb adam başına düşə biləcək ehtiyatın sayın, ümumiyyətlə miqdarın biz belə təyin edə bilərik.